Məmmədzadə Cahan Salihoğlu 24 avqust 1994-cü ildə İsmayıl rayonunun Təzəkənd kəndində doğulmuşdur. Təzəkənd tam orta məktəbini bitirdikdən sonra o, 2015-ci ildə gizir hazırlığı kurslarına yazılmış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Moto atıcı tağım komandiri vəzifəsinə yüksəlmişdir. 44 günlük vətən müharibəsi zamanı Cahan fəal iştirak etmişdir. Məmmədzadə Cahan Cəbrayıl və Füzuli rayonlarını işğaldan azad edərək Şuşa şəhərinədək şərəfli döyüş yolu keçmişdir. 2020-ci il noyabrın 5-də Şuşa şəhəri istiqamətində gedən ağır döyüşlərdə düşmən tərəfindən asılmış atəş nəticəsində şəhid olmuşdur. Noyabrın 12-si Təzəkənd kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Cahan hərbi xidmətlərinə görə Vətən